Goranboyda toyuq 3 hissəli, qeyri-adi formaya malik yumurta yumurtlayıb. Görənlər ilk baxışdan onu insan dölünə bənzədir. 65 yaşlı qadının həyətində bəslədiyi toyuğun yumurtasının qeyri-adi görüntüsü hər kəsi təəccübləndirir. Rayon sakini Göyərçin Əsgərova 30 ildən artıqdır toyuq cücə saxladığını, amma ilk dəfə belə halla rastlaşdığını deyir. Bu nəsə bir neçə hissədən ibarətdir. Bu nədirsə də? Üzərinizdə belə tutun. Yumurta formasındadır. Nəsə ayıb olmasın. İnsan balaca uşağa da oxşuyur. Nə bilim. Birinci səfərdir bu gelişiyinin qabaqlaşıram. Cəbir Məmmədov, Şamxal Cəlloğlu, Səs TV, Goranboy.